Salam dəyərli dostlar. Telegram kanalında fərqli bir sual paylaşmışdıq ədəbiyyata aid. İndi həmin sualın izahı ilə sizi tanış etmək istəyirəm. Əslində bu sual sxemi bizə tanışdır. Keçən illərin miqinə düşmüşdü. Üçlü Euler-Venn diaqramı. Həmin üçlü Euler-Venn diaqramının cədvəl formasını mən sizə təqdim etmişəm. Bəziləri orada şərhlərdə görürdüm, yazırdılar ki, yenə də özlərindən sual kəşf elədilər, yenə də özlərindən sxem kəşf elədilər. Biz kəşf eləməyəndə orada kəşf eləyirlər. Birinci dəfə qabağınıza çıxır, eləyə bilmirsiniz. Həm də bu kəşf olunmuş bir sxemdir. Sadəcə üçlü Euler-Venn diaqramının cədvəl formasını mən sizə izah edirəm. Birinci cədvəli mən sizə başa salım. Bax, bu hissədə olan ancaq Salur Qazanın evin yağmalaması boyuna aid olmalıdır. Bu hissədə olan fikir ancaq Urzun Usta olduğu boya aid olmalıdır. Bu hissə isə ancaq aid olmalıdır Leyli və Məcnun əsərinə. Sonra bu hissə aid olmalıdır, yəni 4 yazılan hissə. Görək, bax, ikisinə aiddir. Salur Qazanın evin yağmalaması ilə Urzun Usta olduğu boyda. Bu hissə isə aid olmalıdır, onu göstərdik. Bu hissə isə aid olmalıdır, bax, 6 yazılan hissə. Urzun Usta olduğu boyla Leyla və Məcnun əsərinə aid olmalıdır. 7 isə görək, ortadan heç bir xətt kəsməyib onu. Hamısına, hər 3 əsərə aid olmalıdır. Bax, bunlarla yola çıxıb, əslində o qədər də ağır bir test deyil. Bəzi çaşdırıcı məqamlar var. O məqamlara diqqət etsək, asanlıqla yaza bilərik. Gəlin baxaq. Deyir ki, Dəli Tondaz Düyər kimi Oğuz igidlərinin iştirak etmədiyi boyda Oğuzların birliyinin şahidi oluruq. Bir doğru fikirdir. Salur Qazanın evin yağmalaması boyunda Dəli Tondaz və Düyər obrazı iştirak etmir. Urzun Usta olduğu boyda amma Dəli Tondaz və Düyər var. Orada Düyər deyirdi, 1000 nəfərin başçısı Düyər, 24 Oğuz elini tərif edən Dəli Tondaz, bu tipli fikirlər var idi orada. Deməli, bir doğrudur. Sonda da biz Oğuzların birliyinin şahidi oluruq. Birgə şəkildə düşmənin əlinə əsir düşmüş insanları xilas edirlər. 2-yə baxırıq. Qazanın savaşda məğlub olduğuna aid fikrin də yer aldığı boyda düşmənin bayrağını Qaragülə qılınclamır. Bəli, düşmənin bayrağını həmin boyda deməli Burla xatın qılınclayır. Qaragünə qılınclamır. Bunu Salur Qazanın evin yağmalaması boyuna aid edə bilmərik. Çünki Qaragünə orada bayrağı qılınclanmış olacaqdır. Qazanın savaşda məğlub olduğuna aid fikrinin də yer alması məsələsi Dəli Dondazın tərifini verərkən orada deyir ki, Qazan kimi pəhləvanı bir savaşda 3 dəfə atdan yıxan Qıyan Səlcuqoğlu Dəli Dondaz belə bir fikir verir. Deməli, savaşda Qazan Dəli Dondaza məğlub olubdur. 2 də doğru olacaqdır. 3-ə baxırıq. Qarışıq janrda yazılmış əsərdə obyektə-subyektiv münasibətin də şahidi oluruq. Hansı əsərlər qarışıq janrda yazılmış hesab olunur? Poema və dastan. Deməli, Salur Qazanın evin yağmalaması boyuna Urzun Usta olduğu boy dastandır. Leyli və Məcnun da poema olduğu üçün bunların hər üçü qarışıq janrda yazılıbdır. Obyektə-subyektiv münasibətdə əsasən şeirlərdə olur. Leyli və Məcnunda da o şeir parçaları var. Bu iki boyun ikisində də bu şeir parçası var. Ona görə 3 doğru olacaqdır. Amma ortaya yazılmalıdır. Yəni 7-nin yanına yazılmalıdır. Yeri doğru olmadığı üçün biz 3-ü hər 3 əsərə aid olduğu üçün yalnız Leyli və Məcnun altına yazıla bilməz. 3-ü doğru götürə bilmərik. 4-ə baxaq. Düşmənin casusu əlverişli şəraiti görüb öz başçısına xəbər verir. Bu fikir Salur Qazanın evin yağmalaması ilə Urzun Usta olduğu boya aid olduğu üçün 4 doğrudur. Salur Qazanda Şöklü Məliyə, Urzun Usta olduğu boyda isə casus kafirə xəbər verir. Deməli, 4 doğrudur. Övladının taleyindən narahat olan valideyn obrazı olan əsərdə. Leyli və Məcnunda var idi. Leylinin atası və yaxud da Leylinin atası da narahat idi, Məcnun atası da narahat idi. Leylinin anası, Məcnun anası öz övladlarının taleyindən narahat idilər. Burası doğrudur. Kompozisiyanın da ünsürlərin hamısından, kompozisiya ünsürlərin hamısından istifadə olunmayıb. Bu da doğrudur. Amma hər üçünə aiddir bu fikirdə. Övladına taleyinə narahat olan valideyn obrazı Salur Qazanın evin yağmalaması boyunda Burla xatun idi. O övladından narahat olur. Onun ətini qıyma çəkməsinə razı olsun ya olmasın. Onun taleyinə narahatlığını keçirir. Urzun Usta olduğu boyda Urzun atası və yaxud anasını da görə bilərik. Leyli və Məcnunda dediyimiz kimi həmin obrazlarda kompozisiyanın bütün ünsürlərin istifadə olunmayıbdır. 5 yenə də ortaya yazılmalıdır. Ona görə biz doğru cavab kimi götürmürük burada.
Övladın taleyindən narahat olan ata obrazında yer aldığı əsərdə müxtəlif bədii təsvir və ifadə vasitələrinin gembol istifadə olunubdur. Övladın taleyindən narahat olan ata obrazı Sağlık Qazan evin yağmalaması boyunda yoxdur, amma Uruzun dustaq olduğu boyda var. Orada deyir ki, əvvəldə narahatlığını biz görürük. O narahat olur ki, o öləndən sonra onun yerinə oğlunu keçirməyəcəklər, narahatlığını görürük. Məhəmməd Füzulinin Leyli və Məcnun əsərində də həmin o ata obrazını görürük biz. Məcnunun atası ondan ötəri hətta səhraya qədər də gedir. Oğlu üçün narahatlıq keçir. Oğlunun düzəlmədiyini də görüb sonradan deməli canını tapşırmış olacaqdır. 6. Həm də hər ikisində bədii təsvir ifadə vasitələrinin gembol istifadə olunubdur. 6. Uruzla uzun ustaq olduğu boyuna Leyla və Məcnuna aid olduğu üçün doğru cavabdır. 7-yə baxırıq. Qarşı tərəfdən aman istəyən obrazın olduğu əsərdə sujetin bütün mərhələlərinə rast gəlinir. Hər 3 əsərdə sujetin bütün mərhələləri var. Qarşı tərəfdən aman istəmə, Salur Qazanın evin yağmalanması boyunda Uruz aman istəyir, ağasından dərdləşir. Yenə də Uruzun dustaq olduğu boyda Uruz aman istəyir, atasından danışır. Leyli və Məcnun əsərində də orada Leylinin atası döyüşdə deməli Nofəldən aman istəyir. Deyir, sən aman ver da, yəni bu sənin döyüşün Leyli üçünsə, mən Leylini sənə yox demirəm, verirəm, amma mənim qızımı başqasına nişanlıdır. Bu tipli bir fikirlər ifadə eləyir. Deməli, 7 hər üçünə aid olduğu üçün testin doğru cavabı olacaqdır. Fikirlərin sayını istədiyi üçün biz də burada müqayisə cədvəlindən 1, 2, 3, 4, 5. 5 fikir doğrudur. Testin doğru cavabı D bəndidir. Dostlar, bu tipli fərqli sınaqlar, öyrədici sınaqlarla tanış olmaq istəyirsinizsə, bizim hal-hazırda fəaliyyət göstərən sınaq qruplarımız var. Həmin sınaq qruplarımıza abunə olub fərqli sınaqlar işləyə bilərsiniz. Görüşərik, salamat qalın.